Uyğunluğu müəyyən edin. İngiltərə tarixinə 17-ci əsr və 18-ci əsrə aid olan hadisələri soruşur. Respublika elan edilməsi 1649-cu ildə elan edilib, 17-ci əsrə düşür, 1-ə götürdüyü A-nı. Sənaye çevrilişinin başlanması 18-ci yüzillikdə başlayır, 19-da başa çatır, 2-yə götürdüyü B variantı. Al və Ağqızılgül müharibələrinin baş verməsi, Al və Ağqızılgül müharibələri 1455-85-ci illərdə olub, 15-ci əsrə düşür, götürmürük. Parlamentli monarx idarə formasının bərqərar olması, ilk dəfə parlament 1265-ci ildə çağırılıb, 13-cü yüzilliyə düşür, D-ni də götürmürük. Böyük Britaniya adlanmağa başlaması 1707-ci ildə Böyük Britaniya adlandırılır, düşür 18-ci yüzilliyə, 2-yə götürürük Y variantını. Beləliklə 1A, 2 isə B və Y variantları uyğundur.